Bizim Muğan zonası ümumiyyətlə Azərbaycanımızın çox əziz, sevimli quşlarından biridir. İnsanlar tərəfindən çox sevilir. Niyə görə məhz bizim Biləsuvar zonasında əsasən Bəhrəmtəpə yolu üstündə bunlar deməli elektrik dirəklərində, hündür elektrik dirəklərində yuvalanma dövrü keçirir və eyni zamanda isti yaylarda bura köçürlər, aylarda bura köçürlər. Qeyd edim ki, leyləklər isti sevən quşlardır. Quşların əksəriyyəti kimi və köçəridirlər. Onlar bu qida ilə bağlı olan bir məsələdir. Quşlar əksəriyyətən köç eləyirlər 1000 kilometrlərlə məsafəni qida ilə bağlı. Yəni bizim Biləsuvar zonasında olan leyləklər də əsasən köçəri quşlar kimi bəzən yay aylarını yaz gəlirlər və dövrü burada keçirirlər və burada çox onu göstərir ki, bizim ərazidə həddindən artıq çox gəmiricilər var və eyni zamanda kənd təsərrüfatına çox böyük xeyri var bunun. Leyləklər çox zərif, incə bir quşlar. Eyni zamanda leyləklər dəstəsinə aid olan quşlar. Azərbaycanda bunun iki növü var. Bizim Muğan zonasında bunun ağ leylək, Lənkəran, Astara zonasında qara leylək rast gəlir. Bunlar iki dənə deməli artırını kürk yatma aprel, deməli mart-aprel aylarına düşür isti dövrə. Yəni optimal şərait dövrünə düşür ki, bala inkişaf eləyə bilsin yumurta. Və kürk yatırlar çox zəifdir bunların artımı. Yəni kütləvi surətdə digər quşlar kimi artmırlar. Məsələn deyək ki, serçələr, sığırçınlar, pəgərçinlər çox zəif artırlar. Ona görə bizim Azərbaycan qırmızı kitabında bu yeri demişkən qara leyləyin, eyni ağ leyləyin deməli adları var. Qorunur Azərbaycan faunası tərəfindən. Əlbəttə çox diqqətə layiqdir ki, belə quşları qorumaq bizim borcumuzdur. Və eyni zamanda bayaq dedim leylənin qarşısında biz hacı leylək əlavə edirik. Əslində elmi dildə bu deyil. Niyə görə hacı leylək əlavə edirik? Ona görə ki, o daim isti yerlərə gedəndə Məkkə Mədinə ətrafına, müqəddəs insanların, müsəlmanların müqəddəs ziyarətgahı olan Məkkə Mədinə ətrafına görürlər, tez-tez görürlər və bu baxımdan ona hacı leylək deyilir və bayaq dediyim kimi bizdə də bu deməli quş insanlar tərəfindən çox sevilir, çox diqqətə layiqdir.